Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası mütəxəssisi. Bugünkü mövzumuz bu olacaq ki, bəzi insanlar var ki, vecsizləşmə prosesi ilə daima qarşı tərəfə bir siqnal göstərmək olur. Bu tip insanlarla rastlaşan zaman adətən o anidən olmur. Məsələn, biri ilə münasibət qurursan, daim olaraq yığan bu, zəng eləyən bu, yazan bu, videolarını, şəkillərini göndərən bu, zamanla vecsizləşən bu. Sən vecsizləşəsənsə, mən səni saymıram, heç dünəndən kimi reaksiya göstərərəm. Hətta çox belə bir qeyri-etikdə çıxacaq, amma həmən insanların haqqıdır. Bu dərəcədə sən səviyyəsizsən ki, qarşındakı insanla söhbət edirsən, söhbət qalıb bir yanda xəbərsiz falan sən itirsən gözdən. Bu tip insanlar hər kəsin başına gələ bilər. Ən azından çevrəsində 5 insan varsa, bunun mütləq şəkildə biri o tip insan ola bilər. Onları əsla bir dəqiqə, nəinki dəqiqə, bir saniyə belə yanında saxlamağa dəyməz. Həmən insanı bir mənalı şəkildə rədd edib, hətta arxasıca cəhənnəmə uzaq ol kəlməsi də işlədib uzaqlaşdırmaq lazımdır. Çünki o insan nə sizin pis gününüzdə, nə çətin olanda, nə hər hansı bir növ, nəsə ümumiyyətlə dərdləşmək istəsəniz bir insan kimi onda da tapa bilməyəcəksiniz onu. Çünki daima ona lazım olanda, həm keyfim belə istəyir. Buradasan indi kimisindən və artıq mən səni saymıram. Lorinlə isə çox qeyri-etik çıxır, yəni səni heç it yerinə də qoymuram. Çünki lazım olanda bir 5 dəqiqə söhbətə sən itirsənsə, sonra keyf istəyəndə gəlmək kimi olursa, keyfim istəyir. Vəbşi sən adres nəinki kontaktda, nəinki hər hansı bir sosial platformada, real həyatda, heç harda, sən kimsən, heç kimsən. Çünki onların anlayacağı dil odur. Xoşluqla yox, pisliklə reaksiya. Hansı ki, bəzən səslənir ki, yox, pisliyə yaxşılığa xeyir. O da ayrı sənə boynuva minəcək. Ki, səni əzim, səni lox yerinə, səni gic yerinə qoyum. Amma yox. Pisliyə cavab verib bircə saniyədə saxlamaq olmaz. O insan rədd edib uzaqlaşdırmaq lazımdır ki, həyat forma düşsün. Elələrin uzbatından bəlkə 1 milyon insanın 80%-dən çoxu psixologiyada xəstədir. Bu qədər. Çalışın onlardan uzaq olun, diqqətli olun o tip insanlara münasibətdə. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq üçün mesaj bölməsinə, şərh bölməsinə suallarınızı verə bilərsiniz.